Bu şəklin çəkilmə vaxtından bu yəqin ki 98-ci illərə oxşuyur. Elxan olar bizdən. Şimdisə böyük variantına heç oxşamır. Belə suyu şirin kimi Orxan müəllim gəlir. Başqa variant ağlıma gəlmir. Amil Məmmədov deyirəm. Nigar Cavadova. Gülüşündən mən ən çox illər keçsə də gülüşü eyni gülüş olaraq qalıb, heç dəyişməyib. Ayşən oxşuyur. Məncə də Ayşən. Ayşəndir. Hürrəm Sultan kimi gəlir. Gözlər heç dəyişmirdi həqiqətən. Ay da nə qəşəngdir. Ay da çox qəşəngdir. İkincisi çox qəşəng oldu. Bu indi qızdır yoxsa oğlan? Əli deyil, Əli Qəmbərli. Rövşəndir. Rövşəndir bu. Rövşən Hacıyev. Hə, Rövşən. Baxır, gözlər heç dəyişməyibdi. eynidir. Hələ də belə stylish deyil bu arada. Nigar xanımdır. Mən deyiləm. Kimə oxşuyur? Heç kim oxşadamadım. Bu kim ola bilər? Peki Orxan Əzizova da oxşuyur. Gülüş xanım oxşuyur. Bəydir və gözləri rənglidir. Gözlər rəngli. Bilmədim. Sən də kim ol? 90% maraqlı. Tanış gəlir, amma tuta bilmirəm kimdir. Ay ya Allah, bu nə qəşəngdir. Fələkdə qoyardı bu şəkli. Onu necə tapaq? İlham Məmmədov. Göz İlham ola bilər. Ha. A few moments later. Oxşadmasın, bütün üzləri gözümün qarşısına gətirirəm. Mən stol belə gətirirəm. Şöbə gəzdirirəm. Sizin cavabımız var, versiyamız var belə. Könül xanım, Qiymətləndirmə şöbəsi. Səhər görmüş o baxışlar. Üz cizgilər falan. Cavad Həsənov. Mənə. Heç oxşadmadım, heç. Doğru. Vallahi. Bizdən oxşadıram ki, məsələn, maddi adıma gəlmir. Sən söylmə. Birinci ələ bizim Esmeralda açığın deyil. Ona oxşuyur da. Tutanmadım, bir bürcək. Çox təşkil. Heç oxşamır, orada sən. Heç tutanmadım, elə bizim Esmeralda.